Adı elime attım telefona, dedim mənə adı Əliyağa. Dedim adı Ayca. Dedi bəs məni bağışla, gider ben seninle bu günləri toya gidebilmeyeceğim. Adı Ziyan vurdu tepeme, dedim adı Neciyan'ı gidebilmeyeceğim. Adı Neciyan'ı gidebilmeyeceğim. Dedi Əliyağa ona göre gidebilmeyeceğim ki, Zeynanam senden 50 manat pul içiri bunu aktarır. Dedim adı külmənim təpəm, adı Qeynanon 50 manat pul itirib adı sənə nə? Dedi adı Neciyanı sənə nə? Səhərdən oturmuşam 50 manatın üstündə tərifənə bilmirəm. Və bir anlığa böyük sənətkarımız, böyük ustadımız Hökmə xanım Qurbanovanın səsini yad eləyək. Ögyan filmindən balaca bir hissə Hökmə xanım Qurbanovanın səsi. Qəmər xala, yetər artıq, bəs edin. Mən bu evə İsmail'a ana gəlmişəm. İsik mənə ana deməlidir. Bəsdirin İsmail'in tərbiyəsini super kanala baxmaqla körladınız Qəmər xala, yetər. İsmail bundan sonra süfrə proqramına baxıb mənə ana deyəcək. İsmail, İsik, aç gözlərini. Ana, can ana. Can, çox sağ olun, çox var olun. Maşallah bu günləri Mətanət xanım İskəndərli öz gözəl mahnılarını sizə bəxş elədi. Həmçinin Nadir Bayramlı. Mən də istəyirəm bir neçə müğənnilər var. Onları da burada parodiya edeyim. Belə bir müğənni var, düzdür, sənətdən uzaqlaşıb. Ona baxmayaraq ürəyi sənətdədir. Bu gözəl ziyafəti təbrik edir sevgili müğənnimiz Azad Zamanov. O bu boyda bir cahanı yaradır. Yeri göğü asmanı yaradır. O bu boyda bir cahanı yaradır. Yeri göğü asmanı yaradır. Çox sağ olun. Belə bir müğənni var, bizim əziz dostumuz bu gözəl ziyafəti təbrik edir sevgili müğənnimiz Zaur Rızayev. Sevgilim ben sana canım demeyim. Bəs ne deyim, ne deyim, ne deyim. Bəs ne deyim, ne deyim, ne deyim. Üstüne ben senin canım demeyim. Bəs ne deyim, ne deyim, ne deyim. Bəs ne deyim, ne deyim, ne deyim. Belə bir gözəl müğənni var, bu günləri onun adını Tural restoranda çəkməsək, inanın Allah, həm bu restoranda olar, həm Bakı şəhərində, həm də Lənkəranda. Siz salamlayır sevgili müğənni Nazim Müəllim Ağayev. Cəməni bizim dağ bizim